Bir alim danışırdı, getmişdim xaricə, ruhani dözü, getmişdim, deyir, Ramazan ayında söhbət eləyəm. İngiltərə idi, Fransada unutmuşam. Deyir, məclisimiz vardı, danışırdıq. Dedilər ki, bir nəfər var burada, ya İngiliz ya Fransızda unutmuşam. Bizim dilimizi bilir deyir, amma məsələn İngilizdir, ya Fransızdır. Bizim də dilimizi bilir, xahiş eləmiş yolundan gəlsin bizlə Qədir gecəsinə. Siz də ona elə danışın ki, cəlb eləyə biləsiniz. Deyir, amma zorla razılaşdırmış o, çünki bunun dinindən, keşişlərdən acığı gəlir. Hətta bu deyir, evlənəndə də kilsəyə falana getməyib. O keşişlərin əlindən öpməyib, acığı gəlir bunun. Dindən, öz ruhanilərindən. İndi səni də onlarla eyniləşdirəcək. Elə danış ki, bunu hidayət olsun bu. Deyir, biz onu neçə dəfə demişik ki, müsəlman ol. Deyir, ne edirəm, müsəlman olub sizin kimi yalancı, fırıldaqçı olmaqdansa elə düz adamım. Deyir, düppədüz danışır, heç vaxt heç kəsin, yəni, söz verər, sözə xilaf çıxmaz, düz danışar, dürüst adamdır da, allatmaz kimsə. Deyir, siz gündə bir-birinizi alladırsınız, müsəlman olub sənin kim olmaqdansa elə öz dilimdə yox, dinsizliyimdə qalmışam. Öz dini də yoxdur, deyirik, dini bəyənmirim, ümumiyyətlə. Nəysə, bunu alim danışır ki, bunu dedilər mənə, bu gəldi, mən minbərə çıxdım, bu mənim yadımdan çıxdı. Ki, bir-iki söz deyim, bunun xoşuna gəlsin, İslam filan, heç nə, yadımdan çıxdı, deyir, bu məclisdədir. Unutdum, 21-ci gecə idi bu gecə. Söz vaxtına çəkər burada deyirlər. 21-ci gecə idi, Qədir gecəsi idi, Həzrət Əlidən danışdım. Elə söhbətim əsasən Həzrət Əli əleyhissalamdan idi. Deyir, mən danışdım, bikəya Allah, ziyarətlər, dualar, bu getməyib. Hamısı da buna baxır da tanıyırlar, təəccüblü. Oturdu, deyir, axıra qədər, gəldi, deyir, hamının qabağında əyildi, mənim əlimdən öpdü. Hamısı təəccüb içində ki, bunun öz keşişinin əlindən öpməyib bu. Dedi ki, o kəs ki, onun haqqında danışdın, o kim idi elə? O nə şəxsiyyətdir? Əli ibn Əbu Talib kimdir? Mən onun eşqi ilə, indi eşq ürəyimə düşdü, onun eşqi ilə sizin əlinizdən öpürəm. Layiqsiniz siz əl öpülməyə, onun barəsində danışdığınıza görə, onun haqqında danışdığınıza görə, eşitdiyimə görə.